Ümumiyyətlə bu tip sualları həll eləmək üçün, bu bilirsiniz ki, bütün qəbullarda mütləq düşən testlərdə bunlar. Bunları həll eləyəndə nədən başlamalısan, ona diqqət eləməlisən. Rəqəm harda çoxdursa, oradan başlamaq daha məqsədə uyğundur. Və burada da vurmanın qaydasından bilirsən ki, bu toplama ilə gedəcək də. Buna ancaq 2 yaza bilərsən. Biri üstə neçə gəlsəm, axırı 5 ilə qutarar, 4 üzr istəyirəm də, yəni 5 ilə qutarar da deyə bilərik əslində, fərqi yoxdur. 5 ilə qutarar, birinin üstə nəsə gələn 15 eləməz ki, belə 5 eləyəcək də bu. Bu 5-dir, 6 üstə 5, 11, 1 yadda. Bu da 8-dir ki, 8 üstə 8, 16 üstə 1 gələn 17, 1 də yadda 18, 0, 1 də yadda 1, bu da 1. Keçdik, artıq bunları müəyyənləşdirən sonra, keçirsən 7-ni ancaq 1 versiyası var. 7 dəfə 6, 42, 2 yazıram 4 yadda. 7 dəfə 1 ancaq. 7, 4 də yadda 11, 1 yadda. 7 dəfə 2, 14, 1 də yadda 15. Bu 4 olar ki, 4 dəfə 6, 24, 2 yadda. 4 dəfə 2 də yadda 6, 4 dəfə 2, 8. Bu da 5 ola bilər ki, 5 dəfə 6, 30. 3 yadda 5 dəfə 1, 5, 3 dəfə 8, 5 dəfə 2, 10. Bizdən soruşur bunların cəmi. M olacaq 2, V olacaq 1, B olacaq 6, G olacaq 5, H da olacaq 4. 11, 15, bu da 3, 18.